Çox vacib bir məlumatı sizlərlə paylaşırıq. Bütün abituriyentlərin, bütün şəxsi kabinet istifadəçilərinin nəzərinə, hazırda şəxsi kabinetinizə daxil olarkən təyin etdiyiniz parol qısa və zəifdirsə, müasir təhlükəsizlik tələblərinə cavab vermirsə, sistem avtomatik olaraq onu yeniləməyi tələb edir. Kabinetə daxil olarkən parolun dəyişdirilməsi ilə bağlı belə bildiriş aldıqda, orada verilən tələblərə əsasən parolunuzu yeniləməlisiniz. Qeyd edək ki, parolunuz 12-20 simvol uzunluğunda ən az bir rəqəm, bir latın hərfi və xüsusi simvoldan ibarət olmalıdır. Şəxsi kabinetinizin istifadəçi adı və parolu məxfi saxlanılmalı və kənar şəxslərlə paylaşılmamalıdır.